Gültekin, indi bir yaralı mövzuya salıram. Effekt Instagram. Oy. Gültekin, sizcə Instagram, sosial media qadınları daha çox baxımlı edib, yoxsa yəni narazılığa salıb özü var? Əslində mənim sosial media iki cür hal-hazırda effekt verir. Həm yaxşı, həm pis. Yaxşı tərəfi odur ki, burada qadınlar düzgün baxım öyrənirlər, özünə qulluğu öyrənirlər. Yaxşı mənada geyim tərzlərini düzgün seçməyi öyrənirlər. Bu sosial medianın yaxşı tərəfidir. Çünki dəri qulluğu burada yaxşı paylaşımlar olunur, daha çox yəni yaxşı fikirlər ötürür. Pis tərəfi isə odur ki, hamıya seçilmiş süni filtrlər. İnsanlar bu filtrlərə oxşamağa çalışır. Amma mən hər zaman deyirəm ki, filtr keçicidir. Qalıcı olan bizim daxilimiz və bizə uyğun xarici görünüşümüzdür, filtrlər deyil. Ona görə sosial media həm mənfi, həm müsbət cəhətdən çox təsir göstərir.